Demək xanımlar, bugün mən sizə xüsusi kanal yaratmağı izahını verəcəm. Hansıdan ki, yalnız siz paylaşım eləyəcəksiniz və orada heç kim bir-birini görmür. Təkcə siz sifarişləri, daha doğrusu məhsulları paylaşım eləyə bilərsiniz, onların faydalarını orada göstərə bilərsiniz. Yazışma falan yoxdur. İndi bunu necə edirik? Biz daxil oluruq deməli WhatsApp-a və keçid eləyirik aktual bölməsinə, hansında ki biz statuslarımızı paylaşırıq, statuslara baxırıq, düzdürmü? Bu hissəyə. Bura keçid eləyəndə yuxarıda 3 nöqtəni görəcəksiniz. Bu 3 nöqtəyə daxil oluruq və Sazdать kanal. Gördüyünüz kimi kanalı yaratmaq. Kanalı yaradırıq. Burada Продолжить, davam et düyməsini sıxırıq. Kanala şəkil, adı və bu kanal sizə nə verəcək faydalarını yazırıq. Və təbii ki, daha sonra kanalı nə edirik? Kanal Sazdать kanal eləyirik. Yəni ki, rus dilində kanalı artıq düzəldirik burada. Bunu tıklayandan sonra sizin kanalınız açıq olacaq. Təbii ki, ilk öncə də o kanala linkini paylaşım edirsiniz. İndi onu da sizin üçün izahını verəcəm. Mənim digər bir kanalım var. İndi onu sizə göstərim. Artıq yaratdığım kanalım var mənim burada. Bildiyiniz kimi paylaşımlarımı edirəm. Görürsünüz yuxarıda. Yuxarıda iştirakçıların sayı da var. İştirakçıların sayı da var və biz nə edirik? Təbii ki, həmən bu qrupun linkini paylaşmalıyıq. Bu üstdə var. Keçid edirik ada. Burada nə edirsiniz? Statusda da paylaşım eləyə bilərsiniz. Kopyalaya da bilərsiniz və yaxud digər yerlərdə də paylaşım eləyə bilərsiniz. Bu WhatsApp üzərində, biznes WhatsApp üzərində təkcə paylaşım eləyə bilərsiniz. Bunları edirik. Bir də QR kod bu vasitə ilə də edə bilərsiniz. Bir neçə növ var ki, siz burada öz linkinizi paylaşdıra bilərsiniz. Gəlin indi tutaq ki, bu kanalla mən paylaşmaq istəyirəm. Görürsünüz, müxtəlif cür burada sosial şəbəkələr var ki, aradakı paylaşım eləyə bilərik. Digər WhatsApp üzərində mən paylaşmaq istəyirəm bunu. Baxın belə. Burada şrifti də tənzimləyə bilərəm. Rəngi də dəyişə bilərəm. Gördüyünüz kimi bunları edirik. Hazırdır sözünü tıklayırıq və yayımlayırıq. Daha sonra kopyalamaqdır. Bildiyiniz kimi izahını verdim. Gəlin QR koda da girək. QR kod da baxın belədir. Bax, QR koda daxil olanda burada da paylaşım işarəsi var. Bu cürdə paylaşım edə bilərsiniz. Mən biznes sahəsində bunu paylaşım. 2 WhatsApp'ım var çünki. Belə. Yenə də burada smaylik də yerləşdirə bilərsiniz. Baxın. Kəsə bilərsiniz, smaylik yerləşdirə bilərsiniz. Mətndə özünüz tənzimləyə bilərsiniz. Baxın, belə üslublar da var. Və təbii ki, paylaşırıq. Yəni, bu cür siz öz kanalınızı yarada bilərsiniz və belə məhsulların paylaşımda edərək insanları özünüzə cəlb edə bilərsiniz.